Liberal kimə deyilir? Təəssüf ki, liberal sözü çox mənalıdır. Mən liberal birinin bölüşməli olduğu dəyərləri təsvir etməyə çalışacağam. Burada liberal deyəndə həm klassik liberalları, həm də libertarianları nəzərdə tuturam. Bu iki qrup arasında müəyyən fərqlilər olsa da, ikisi də eyni ənədəndir və çox vaxt bu sözlər sinonim kimi istifadə edilir. Həmçinin bu iki qrup daxilində fərqli axınlar mövcuddur, amma onların ortaq cəhətlərinə fokuslanacağım üçün onların öz daxili debatlarına toxunmayacağam. İddiam budur ki, həyat tərzindən, yəni libertin və ya mühafizəkar olmasından asılı olmayaraq, istənilən insan liberal ola bilər. Biz liberalizmi dövlət-vətəndaş münasibətlərinə dair fikirlər irəli sürən siyasi ideologiya kimi başa düşməliyik. Ümumiyyətlə, insanlar arasında münasibətləri tənzimləyən əxlaq nəzəriyyəsi olaraq yox. Başqa sözlə desək, liberalizm dövlət vətəndaşa və vətəndaş da dövlətə nə edə bilər, nə edə bilməz. Bir insan vətəndaş olaraq digərlərindən nəyi tələb edə bilər, nəyi edə bilməz kimi suallara cavab axtarır. Bizim insan olaraq hansı cür yaşamağımız, zövqlərimizin, dinimizin, nəyi və ya kimi sevib sevməyəcəyimizin siyasi ideologiya olaraq liberalizmə dəxli yoxdur. Liberallar fərdi azadlığı ən əhəmiyyətli siyasi dəyər hesab edərək iddia edirlər ki, dövlət fərdlərin azadlığına mümkün qədər az müdaxilə etməli və hər bir müdaxiləsini də ciddi şəkildə əsaslandırmalıdır. Fərdin azadlığının zəruri olmadığı hallarda məhdudlaşdırılması ədalətsizlikdir. Buna görə də fərdlərə qarşı zorakılıq yalnız və yalnız onların başqalarının haqlarını pozmasının qarşısını almaq məqsədi ilə tətbiq edilə bilər. Yəni fərdləri başqalarına zərər verməmələri üçün nəyisə məcbur etmək olar. Amma onların özlərinin yaxud da cəmiyyətin ümumi maraqlarına xidmət etmələri məqsədi ilə nəyisə məcbur etmək olmaz. Dövlət və ya digər vətəndaşlar bir fərdi başqalarına pislik etməməsi üçün nəyisə məcbur edə, onun azadlığını məhdudlaşdıra bilər. Lakin başqalarına və ya özünə yaxşılıq etməsi üçün ona heç bir zorakılıq tətbiq edilə bilməz. Tutaq ki, mən kiminsə mülkünə icazəsiz girirəmsə, kimsə mənə qarşı zorakılıq tətbiq edərək məni həmin mülkdən çölə çıxara bilər. Başqalarını döyürəmsə, məni zərərsizləşdirmək üçün başqaları mənə müdaxilə edə bilər. Amma məsələn, mən heroin istifadə edib özümə zərər vururamsa, heç kim əlimdən heroini ala bilməz. Çünki bu mənim həyatımdır və necə yaşayacağımı özüm bilərəm. Yaxud da heç kim məni məcbur edə bilməz ki, yıxılan adamı əl verib onu qaldırım. Çünki mənim etik olaraq başqasına yaxşılıq etmək öhdəliyim ola bilər, amma siyasi olaraq belə bir öhdəliyim yoxdur. Buna görə də bir siyasi ideologiya olaraq liberalizm başqasına yaxşılıq etmək üçün mənim nəyisə məcbur edilməyimi doğru hesab etmir. Beləliklə, liberallar deyirlər ki, siyasi sistem elə qurulmalıdır ki, fərdin azadlığı maksimum, dövlətin müdaxiləsi isə minimum olsun. Sonuncunu azaltmağın ən yaxşı yolu dövlətin səlahiyyətlərini azaltmaq və onun müdaxilə edə biləcəyi sahələri məhdudlaşdırmaqdır. Liberallar anarxist olmadıqlarından hesab edirlər ki, fərdlərin canını və malını xarici və daxili hücumlardan müdafiə etmə işi dövlətə həvalə edilməlidir. Bunun üçün isə dövlətin müvafiq olaraq ordusu və polis gücü olmalıdır. Dövlət müəyyən bir ərazidə legitim zorakılıq haqqının özünə məxsus olduğunu iddia edən qurumdur. Yəni ordu xarici təhlükədən vətəndaşları qorumalı, polis isə ölkə daxilində əmniyyəti təmin etməlidir. Əlavə olaraq, liberallar ədliyyənin də dövlətin işi olduğunu hesab edirlər. Ədalətli məhkəmələr yaratmaqla dövlət insanlar arasındakı və insanlarla dövlət arasındakı ixtilafları əvvəlcədən müəyyən edilmiş qanunlar və prosedurlar vasitəsilə sülh yolu ilə həll etməlidir. Deməli, liberalın istədiyi dövlət, ordusu, polisi və məhkəməsi olan minimal dövlətdir. Bu dövlət ordu, polis və məhkəmənin fəaliyyətini təmin etmək üçün vətəndaşlardan vergi yığa bilər. Amma bu sahələrdən kənara çıxmaq, başqa sahələri tənzimləmək məqsədi ilə vətəndaşlardan vergi yığa bilməz və ümumiyyətlə bu sahələrdən kənara dövlət müdaxilə edə bilməz. Göründüyü kimi, liberallar üçün ən vacib dəyər siyasi azadlıqdır və onlar neqativ nəzəriyyəni qəbul edərək azadlığı müdaxiləsizlik kimi başa düşürlər. Liberallara görə azadlıq ən yaxşı azad bazar münasibətləri mövcud olduqda qorunur. Yəni hər bir fərd mülkiyyət əldə edə, öz əməyini istədiyi şərtlər altında sata, öz pulunu istədiyi kimi xərcləyə, bir sözlə istədiyi kimi yaşaya bilməlidir. Yəni onun istədiyi kimi yaşamasına, başqalarının haqlarını pozmadığı təqdirdə dövlət və ya digərləri müdaxilə etməməlidir. Heç kim istədiyim kimi yaşamağım üçün mənə kömək etməyə borclu deyil. Amma mənə müdaxilə etməməyə borcludur. Bəziləri azadlığı mülkiyyət, bəziləri isə mülkiyyəti azadlığı kimi görür. Bu iki yanaşma arasında debata girmədən demək olar ki, mülkiyyət və azadlıq bir-birlə sıx əlaqədədir. Hayekin də dediyi kimi, çap alətləri hökumətin nəzarətindədirsə, mətbuat azadlığı mümkün deyil. Lazım olan otaqlar nəzarət altındadırsa, toplaşmaq azadlığı yoxdur.
Nəqliyyat vasitələri hökumətin inhisarındadırsa, hərəkət etmək azadlığı yoxdur. Çünki çap alətləri yaxud da xəbər saytları dövlətin nəzarətində olanda, dövlət istədiyi vaxt sizin onlardan istifadənizə qadağa qoya bilər. Beləliklə, sizin mətbuat azadlığınız dövlətin iradəsindən asılı olacaq. Həmin alətlərdən istifadə edə bilmək üçün özünüzü dövlətə xoş göstərməli, lazım gələndə onun bəyənmədiyi şeyləri yazmamalı və ona yaltaqlamalısınız. Mülkiyyət ilə azadlıq arasındakı bu sıx əlaqəyə əsaslanaraq liberallar deyirlər ki, dövlət vətəndaşları xarici və daxili təhlükədən qorumaq, həmçinin ixtilafları məhkəmədə sülh yolu ilə həll etmək üçün fərdlərin mülkündən, burada mülk deyiləndə fərdin sahib olduğu bütün sərvət nəzərdə tutulur, məcburi şəkildə yetərincə vergi yığa bilər. Amma bundan artıq heç nə bilməz. 19-cu əsrin sonlarından etibarən bəzi liberallar iddia etməyə başladılar ki, özəl mülkiyyət və azad bazar insanların rifahını yaxşılaşdırmır. Onlar arasındakı bərabərsizliyi dərinləşdirir. Buna görə də dövlət iqtisadiyyata müdaxilə etməli və sosial ədaləti təmin etməlidir. Hazırda ABŞ-da liberal deyilən insanlar bu qəbildən olan rifah dövləti liberallarıdır. Onlar iqtisadi azadlıqların məhdudlaşdırılmasını, iqtisadiyyata dövlət müdaxiləsini tələb edirlər və digər məsələlərdə də fərdlərin azadlıqlarını radikal şəkildə müdafiə etmirlər. Məsələn, dövlətin insanların həyatına paternalist müdaxiləsini dəstəkləyirlər. Bütün narkotik maddələrin legallaşdırılmasına qarşı çıxır, qeyri-sağlam hesab etdikləri qida məhsullarına, məsələn, şəkərə əlavə vergi tələb edirlər. Qısası, bugün ABŞ-da olan liberallar bizim nəzərdə tutduğumuz liberallar deyillər. Çünki onlar həm iqtisadi, həm də sivil azadlıqları məhdudlaşdırırlar. Liberalizmi hərtərəfli doktrina mənasında istifadə etmədiyimdən, dövlətin kisildilməli olduğunu və fərdlərin başqalarına zərər vermədiyi təqdirdə azadlıqların məhdudlaşdırılmamalı olduğunu qəbul edən hər kəsi liberal hesab edirəm. Dövlət və ya başqaları bir fərdi nə özünə, nə də cəmiyyətə yaxşılıq etməyə məcbur edə bilməz. Fərddən tələb edilən yeganə şey onun başqalarına zərər vurmamasıdır. Zərər dedikdə zorakılıq, təhdid, nadir hallarda isə manipulyasiya nəzərdə tutulur. Məsələn, müqavilənin şərtləri ilə bağlı kimisə aldatmaq, onu səhv olan bir şeyə inandırmaq manipulyasiya hesab edilə və cəzalandırıla bilər. Liberal adam dövlətin paternalist müdaxiləsinə haqq qazandırmamalıdır. İnsanların qeyri-sağlam qidalanması, zərərli maddələrdən istifadə etməsi, özünə zərər vurmasına dövlət müdaxilə etməməlidir. Həmçinin dövlət cəmiyyətin istəklərinə uyğun olaraq başqalarına zərər vurmayan adamı cəzalandırmamalıdır. Məsələn, cəmiyyətin pozğunluq hesab etdiyi işlərlə, məsələn, seks işçiliyi ilə məşğul olan adam hansısa ad altında cəzalandırılmamalıdır. Qısası, liberal adam alan razı, verən razı prinsipini qəbul etməyə bacarmalıdır. Siz mühafizəkar ola və içki içməyi günah yaxud yanlış hesab edə bilərsiniz. Amma içki içən insanları cəzalandıra, onların əlindən içkisini ala və ya içkiyə əlavə vergi tətbiq edə bilməzsiniz. Eləcə də mən İslam dinini sevməyə bilərəm. Amma müsəlmanın namaz qılmasına müdaxilə edə və ya dövlətdən namazı kriminallaşdırılmasını tələb edə bilmərəm. Liberal adam üçün dövlət-vətəndaş münasibətləri sadədir. Başqasına zərər verməyən adamın azadlığı məhdudlaşdırılmamalıdır. Həmin adamın özündən, yaxud da onun hansısa əməlindən sizin razı olub olmamağınızın bura dəxli yoxdur. Əgər siz bu prinsipi qəbul edir, həmçinin dövlətin kisildilməli olduğunu düşünürsünüzsə, burada istifadə etdiyim mənada liberalsınız. Sizin libertin və ya mühafizəkar, dindar və ya dinsiz olmağınızın hansısa əməli etik nöqteyi nəzərdən doğru hesab edib etməməyinizin bura dəxli yoxdur. Açıq deyim, seks işçilərindən, homoseksuallardan, narkotik maddə istifadəçilərindən iyrənə də bilərsən, onlarla hansı əlaqə qurmaqdan, hətta onlara salam verməkdən imtina edə bilərsən. Başqaları da səndən eyni şəkildə iyrənə bilər. Sənin hansısa qrup insanı sevmək kimi öhdəliyin yoxdur. Başqalarının da səni sevmək öhdəliyi yoxdur. Bir-birinizin azadlığını zorakı vasitələrdən istifadə edərək məhdudlaşdırmadığınız müddətdə sizin hər ikinizin də liberal olmağınız üçün bir əngəl yoxdur. Ona görə də kiminsə mən liberal ola bilmərəm çünki mühafizəkar insanam deməsi doğru deyil. İnsanlar başqalarına zərər vermədiyi hallarda siz onlara qarşı zorakılıq tətbiq etmək istəmirsinizsə, onda mühafizəkarlığınızı qoruyaraq liberal ola bilərsiniz. Məsələn, seks işçiliyinin haram olduğunu, homoseksualların düzgün olmadığını təbliğ edə bilərsiniz. Bu barədə yaza, danışa, tədbirlər keçirə bilərsiniz. Amma məqsədiniz seks işçilərini bu işlə məşğul olmamağa və insanları da seks işçilərinin təklif etdiyi xidmətdən istifadə etməməyə inandırmaq olmalıdır. Sizin məqsədiniz dövlətin seks işçilərini cəzalandırmasına nail olmaq olmamalıdır. Birinci növ məqsəd liberalizm ilə ziddiyyətdə deyil,
İkinci növ məqsəd isə liberalizmlə ziddir. Çünki siz insanlara zərər verməyən bir qrup insanın həyatına zorakı vasitələrdən istifadə edərək müdaxilə etmək, onların azadlığını məhdudlaşdırmaq istəyirsiniz. Eləcə də homoseksuallara qarşı təbliğat apara bilərsiniz. Amma məqsədiniz homoseksualları homoseksuallığın xəstəlik və ya haram olduğunu inandırmaq kimi şeylər olmalıdır. Zorakılıq ilə onların həyatına müdaxilə edilməsini tələb etmək olmamalıdır. Liberalizm siyasi ideologiyadır və dövlət-vətəndaş münasibətləri barədə fikirlər irəli sürür. Başqasına zərər vermədiyi halda insanlara müdaxilə edilməsinə qarşısınızsa və dövlətin hissedilməyinin tərəfdarısınızsa, onda siz sözün burada istifadə etdiyim mənasında liberalsınız. Nə dindən, nə də adətlərdən imtina etməyinizə ehtiyac yoxdur. Onları qoruyaraq liberal ola bilərsiniz.